Salam əziz şagirdlər, salam kanalımızın dəyərli izləyiciləri, xoş gördük sizləri. Bu arada girişimdən özüm də qəribə oldum, necə girdimsə videoya, indi bəlkə çıxa bilmədim. Nəysə ki, uşaqlar, bu videomuzda nədən danışırıq? Yepyeni açılan sınaq qrupumuzdan danışacağıq. Bu il ilk dəfə olaraq, yəni noyabr ayında artıq sınaq qruplarımız başlayacaq və sınaq qruplarımıza qoşulmaq istəyirsinizsə və yaxud da qoşulmaq istəmirsinizsə, bu videodakı tövsiyələri mütləq izləyin. Deməli uşaqlar, mən sizə dönə-dönə hər videomda deyirəm ki, hər paylaşdığım videoda deyirəm ki, boş-boşuna mətnləri kütləvi şəkildə çox işləməyin mənası yoxdur. Hətta bu, digər fənlərinizə qarşı etdiyiniz, belə deyək də, bir xəyanətdir. Nə etməlisiniz? Mətn suallarının vərdişini özünüzdə yaratmalısınız. Əgər sizdə həqiqətən mətnlərdə bəzi suallar var ki, hə müəllim, bu sualı mən heç vaxt yaza bilmirəm deyirsinizsə və yaxud da mən bu sual tipini həmişə səhv yazıram deyirsinizsə, bax onları öyrənməlisiniz uşaqlar. Sizi kimsə yönləndirirsə ki, çox mətn işləməklə bir şeyləri daha da yaxşı eləmək olur, bunu yalan deyir. Məsələn, şagird var 50-60 mətndən böyük bir nəticə əldə edir. Necə ki, biz illərlə, məsələn, bizim şagirdlər olub ki, çox sayda kütləvi hansısa bir müəllimin çıxartdığı mətnləri işləməyib. Konkret olaraq demin, verdiyi mətnlər və eyni zamanda müəyyən sınaqlar var ki, bizdə olan. O sınaqları işləməklə nəticəsini əldə edib, adam 100% də yazıb, %95 də yazıb, nə bilim nə qədər də yazıb. Bu arada burada bir yerlərdə qoyacam, həmin o buraxılış nəticələrinin balları var bizdə. Onlara bir baxın, görün nə qədər nəticələr var. Yəni, deməyim odur ki, uşaqlar, deməli təzəcə sınaq qrupumuz açılır və sınaq qrupumuza qoşulmaq üçün burada qeyd edeyim 070 535 35 55. Bax, bu nömrəyə yaza bilərsiniz. Və sınaq qrupunun mahiyyəti nədən ibarətdir? Həftədə 5 dənə sınaq yazacağıq. Bunun 2 sınağı mətnlər üzrə olacaq, yəni 4 mətn, hər sınaqda 2 mətn. Amma narahat olmayın, çox az deyil. Siz düşünməyin ki, azdır. Mən nəyi necə etməyi gözəl bilirəm. Və o yerdə qalan 2 sınaq da mövzu sınaqlar olacaq ki, sizi qrammatikadan da qoymayacaq, geri düşəsiniz. Hansı ki, bu düzdür, dərs qrupu olmayacaq, amma həftədə sınaqların da bir çoxunun izahı var. Olmayanları da mən sizə canlı-canlı, mətnləri xüsusən canlı-canlı izah edəcəm. Və həftənin bazar günü bir dənə dərs alacağıq, axşam saatlarına, gecə saatlarına. Çoxunuzun bu aralarda, yəni bazar günü dərsi olmadığına görə elə düşünürəm. Və həmin dərsdə biz sırf verdiyimiz mətnləri izahlı şəkildə sualınızı verəsiniz, cavabınızı məndən alasınız. Belə deyə, gülə mətnlərimizi işləyəcəyik və siz də başqa abituriyentlərdən bir tık önə də keçmiş olasınız bu arada. Buna əminliklə deyə bilərəm. Yəni, bu tərif deyil təbii ki. İllərin bəlkə nəticəsi, bəlkə təcrübəsi deyim, nə bilim, nə deyim, nə deyirsiniz, adını siz qoyun. Amma dediyim kimi, bu sınaq qrupu başlayır artıq. Noyabr ayı ərzində başlayacaq. Ona görə indidən qoşulun, çünki bu məhdud sayda olacaq. Yəni, bundan sonra da bizdə buraxılış ərəfəsində ola bilər, bilmirəm. İndi sınaq qrupu olacaq, olmayacaq, onu bilmirəm. Amma mütləq indi qoşulmaq lazımdır. Qoşulun və yararlanın. Nəysə ki, bu belə. İndi ikinci məsələ yoxdur. İkinci məsələ yoxdur, elə bunu deyirdim. Nəysə, gedib yata bilərsiniz. Hələlik, özünüzə yaxşı baxın. Amma qoşulun mütləq. Bu arada mütləq qoşulun.